Kabelləri çəkdiyim yeri ki dağıtmışam, çəkəcəyim yeri. Dağıdandan sonra həmən yerləri su ilə yumuşam, tərtəmiz, toz deyilən şey qalmıyor. Nə quru olmur, nə toz qalmır. Hamısı yaşdır. Sonra da şpakulovka qatmışam. Şpakulovka ilə bu yerləri doldururam, yaş yeri. Islatmışam, tozunu da götürmüşəm, tərtəmiz. Şpakulovka ilə doldururam. Şpakulovka ilə doldurandan sonra kabeli məsələn bu bura xəttidir də, divar işığı. Sonra kabeli belə şpakulovkanı doldurduğum yerə otuzdururam. Otuzdururam o belə. Şpakulovkanı yaş yerə, ıslatdığım, yuduğum yerə şpakulovka vurub kabeli belə otuzdururam. Sonra axırda da yenə də şpakulovkanın üstünü doldururam. Yəni altında, dağıtdığım yerin altında toz qalmır. Həm də quru olur. Həm yaş olur, həm tozsuz, tərtəmiz. Və birinci alt hissəsinə şpakulovka vurub, sonra da üstündən şpakulovka ilə doldururam ki, yəni bu divar quruyandan sonra bu divarda bu şpakulovka kabel çəkilən yerlərdə nə səsi ola bilməz. Səs, boşluq səsi gələ bilməz, lokkuldaya bilməz. Nə də çartlaya bilməz. Çünki altı təmizdir, yaşdır, tozsuzdur. Altında şpakulovka var, üstündə də şpakulovka var. Tam ortada qalır.